Karvanda böyük futbolun qayıtması çox yaxşı haldır. İnşallah daha yaxşı, gözəl oyunlar keçirsinlər evdə. Belə deyim, bu qələbəni bizim Nilay balamıza həsr eləmək istəyirdim. Keçən turda açılışda meydançada topu vuran həmin o Nilaya ki, iki valideyn ikisini itirib. Dünən sıra günü onun doğum günüydü. Doğrudan da bizim üçün çətin oyun oldu. Fikirləşirdik ki, Karvan daha da yaxşı, daha da belə deyim, mübarizəli oyun oynayacaq və gördük ki, həqiqətən də səfərdə azarkeşlərin önündə nə qədər oynamaq çətindir. Yəni bunu birinci hissə, ikinci hissə gördük. Azarkeşlərə ayrıca təşəkkürlər. Maraqlı oyun oldu mənim üçün. Çoxlu qol epizodlarımız oldu. Çox təəssüf ki, o realizasiyada biraz problemlərimiz var.